Bu düzdür ki Rusiyada 3 milyon Azerbaycanlı yaşayır. Ola bilər. Niyə soruşursan? Hiç, elə belə. Hamıya salam. Bugün sizə Azərbaycanlıların ən çox yaşadığı 7 ölkənin adını qeyd edəcəm. Ola bilsin statistik məlumatlar düzgün olmaya bilər, çünki siyahıya alınmada etnik mənsubiyyət nəzərə alınmır. Birinci ölkə İran. İranda yaşayan Azərbaycanlıların sayı 27 milyona yaxındır. Buraya əhali heç bir yerdən köçməmişdir, buranın yerli əhalisidir. 1828-ci ildə Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan iki dövlətin, Rusiya və İranın arasında bölünmüşdür və Cənubi Azərbaycan İranın tərkibində qalmışdır. Burada olan qədim Azərbaycan şəhərləri Təbriz, Qəzvin, Zəncan, Urmiyanı misal göstərmək olar. İkinci yerdə Azərbaycan özü durur. Azərbaycanda yaşayan Azərbaycanlıların sayı 10 milyonu keçmişdir. Burada Azərbaycanlılarla yanaşı digər xalqların da nümayəndələri yaşayır. Buna görə də biz Azərbaycana çoxmillətli ölkə deyə bilərik. Azərbaycanlıların sayına görə isə 3-cü yerdə Rusiya durur. Rusiyada Azərbaycanlıların sayı 2,5 milyondan çoxdur. Burada yaşayan Azərbaycanlıların əsas məqsədi iş və təhsildir. Buraya əsasən əhali SSR dövründə köçmüşdür və əhalinin məskunlaşdığı əsas şəhərlər Samara, Sankt-Peterburq, Moskva və Dağıstandır. Dördüncü yerdə isə qardaş ölkə Türkiyə durur. Bu qardaşlıq münasibətləri Azərbaycanlıların miqrasiyasını artırmışdır və digər bir səbəb isə Türkiyə ilə Azərbaycan arasında olan dil, din və mədəni yaxınlıqdır. Beşinci yerdə isə Gürcüstan durur. Gürcüstanda yaşayan Azərbaycanlıların sayı təxminən 200 min nəfərdir. Burada yaşayan əhali əsasən Borçalı bölgəsində yaşayır, hansı ki, vaxtilə Azərbaycanın ərazisinə daxildir və burada yaşayan əhali əsasən əkinçilik və kənd təsərrüfatı ilə məşğul olur. Növbəti yerdə isə Almaniya durur. Almaniya Azərbaycanlıların daha çox məskunlaşdığı 6-cı ölkədir. Burada 100 mindən çox Azərbaycanlı yaşayır. Burada yaşayan əhalinin əksəriyyəti 1990-cı ildən sonra Almaniyaya köçən əhalidir və buraya köçən əhalinin əsas məqsədi iş, təhsil və mühacirət məqsədli olmuşdur. Sonuncu, 7-ci yerdə isə Amerika Birləşmiş Ştatları dayanır. Amerika Birləşmiş Ştatlarında da 100 mindən çox əhali yaşayır və buraya köçən Azərbaycanlıların əsas məqsədi iş, təhsil və biznesdir. 2000-ci ildən sonra Azərbaycanlılar bir sıra təhsil proqramları, Fulbright, Flex və digər startup layihələri vasitəsilə, eyni zamanda Green Card vasitəsilə Amerikada yaşamaq, işləmək hüququ qazanmışdır. Harda yaşarsan yaşa, amma bir şeyi unutma. O mütləq gəlib səni tapacaq.